Salam əziz şagirdlər və valideynlər, hər vaxtınız xeyir olsun. Mən Gülzad Əsədzadə, informatika müəllimi. Hər birinizi məktəbimizə yeni gələn alqoritmika layihəsi ilə tanış etmək üçün bir video izah çəkəcəm. Düşünürəm ki, hər birinizdə yaranan suallar bu videodan sonra artıq cavablanır. Deməli, biz öz səhifəmizə daxil olmaq üçün Google Chrome brauzerini başladacağıq. Yəni, üzərinə 2 dəfə kliklədikdən sonra deməli, daxil olacağımız səhifə hansı səhifədir? Alqoritmika.az. Deməli, alqoritmika.az səhifəsinə daxil olacaqsınız. Lakin diqqət etirsəz, burada alqoritmika.org da var. Org-dan daxil olmayın. Ümumiyyətlə, təkcə alqoritmikada yazdığınız halda burada bir neçə linklər çıxacaq qarşınıza və alqoritmika.az da var, alqoritmika.org da. Siz azla davam edin. Üzərinə kliklədikdən sonra belə bir səhifə görsənəcək və bu səhifədə hər bir şagird öz deməli giriş üçün lazım olan logini daxil edəcək və həmin logini daxil etdikdən sonra isə növbəti next düyməsinə basanda şifrəni daxil etməlidir. İndi hər hansı bir şagirdin logini ilə daxil olaq. Hər bir şagirdin öz logini özünə məxsus olduğu üçün təhlükəsizlik üçün səhifəni hal-hazırda bağladım və hər hansı bir deməli şagirdin loginini daxil edirik. Bu sadəcə mənim sonradan yaratdığım bir logindir. Hər kəsin özünün soyadına uyğun bir login yaradılır. Daha sonra bizdən 4 rəqəmli şifrə istəyir. Həmin şifrəni daxil edirəm və login düyməsinə basaraq həmin səhifə açılır. Səhifə qarşımızda açılanda indiyə qədər keçilən mövzular və həmçinin də burada davam etmək düyməsinə basmaq olar, X düyməsinə basa bilərsiniz. Deməli, indiyə qədər keçilən mövzular hər biri burada link şəklində yerləşdirilir. Mən geri qayıdacağım. Deməli, diqqət etirsəz, burada hal-hazırda 3 mövzu açılıb və sol tərəfdə modullar göstərilir. Misal üçün, hal-hazırda İKT-yə girişlə bağlı mövzular keçirilir. Bu hal-hazırda izah göstərdiyim 3-cü sinifə məxsus olan belə deyək, məlumatlardır. Deməli, hər hansı bir şagird tapşırığı işləmək üçün birinci ilk mövzuya daxil olur və burada sizə tanış edeyim ki, ümumiyyətlə biz dərsliklərdən mövzunu keçmirik artıq. Alqoritmika layihəsində hər bir mövzunun özünə məxsus məlumatı burada yerləşdirilir. Birinci linkin içərisində bu dərslikdir, modul 1 və dərs 1. Deməli, siz yəni bunu PDF olaraq çıxartsanız daha yaxşı olar. Yox, əgər çıxartmağa yəni belə deyək, çıxarda bilməzsinizsə, o zaman buradakı məlumatları şagird evdə qeyd olaraq dəftərinə yazıb öyrənsə daha yaxşı olar ki, ən azından ancaq tapşırıqları işləyərək bəzi məlumatlar bəzən yadda qalmır. Deməli, burada elektron dərslikdə biz təbii ki, deyirik dərsdə də tanış olsunlar, amma dərsdə çox vaxt itirmək mümkün olmur deyə bunları elə evdə qeydiyyatını aparsalar daha yaxşı olar. Bu şəkildə vərəqi səhifəliyə baxa bilər. Google Slide-dan da üzərinə klikləyərək bunu Google Slide-da da biz baxa bilərik. Baxın, misal üçün Google Slide üzərinə kliklədikdə Google Slide-da həmin mövzu görsənəcək bu şəkildə. Buradan da məlumatı çap etmək mümkündür. Baxın, buradan da məlumatı çapa göndərə bilərsiniz. Yəni, əgər imkan varsa, çap eləyib şagirdin əlinə dəstək kimi verə bilərsiniz. Yox, əgər imkan yoxdursa, əsas tərifləri, çünki burada şəkillər də var əlavə olaraq. Yəni, ən yaxşı halda əsas tərifləri dəftərlərinə yazsa daha yaxşı olar. Deməli, bu belə. Daha sonra mən keçid etmək istəyirəm digər məqamlara. Deməli, tapşırıqlar necə işlənir? Mövzu izahı olduqdan sonra burada şagird birinci tapşırığın üzərinə klikləyir və baxır ona uyğun. Deməli, birinci sualı oxuyur və sualın cavabı səhifəni biraz. Deməli, şagird burada sualı oxuyur. Kim qaydalara əməl edir? Deməli, burada 4 variantdan birini seçəcək.
Tutaq ki, deyək, şagird bunu səhv seçdi. Səhv bir variantı seçdi və burada sağ tərəfdə yazılır. İki cəhddən hal-hazırda birincini edir artıq. Yaşıl düyməyə kliklədiyimiz zaman aşağıda da göstərir ki, hal-hazırda səhvə yol verdiniz və bir daha cəhd edin. Tapşırıqların çoxsunda iki cəhddə, daha doğrusu bir cəhd edib ikinci dəfədən artıq doğru yazmağa imkan var və səhv etdiyi halda yenidən fikirləşib səhvini düzəltmə şansı var. Baxır ki, burada hansı doğrudursa onu seçir və seçdikdən sonra yenidən bu işarənin üzərinə klikləyir və əgər tapşırıqda doğru yazıldısa, belə bir yaşıl ləkə görsənir və keçirik ikinci tapşırığa. İkinci tapşırığı oxuyur. İnformatika otağında nə etmək olmaz? Tapşırıqda iki doğru cavab var. Bəzən şagirdlər tam oxumurlar və birini seçir, sonra deyir səhvdir, tam oxumaq lazımdır. Tapşırıqda deməli, otaqda nə etmək olmaz? Əlini qaldırıb müəllimin sualına cavab verə bilər. Tullanmaq olmaz. Yemək gətirmək olmaz. Öyrənmək, dərsi öyrənmək mümkündür və üzərinə kliklədiyimiz zaman isə yenidən artıq tapşırığın doğru olduğu halda biz növbəti üçüncü tapşırığa keçirik. Səhv də olsa, gəlin indi burada səhv edək. Misal üçün, uşaqların hansı şəkillərdə təhlükəsizlik qaydalarına əməl etdiyini və hansı şəkillərdə onları pozduğunu müəyyən edin. Tutaq ki, biz burada səhv seçək, qaydanın deməli, hansına uyğundursa onları bu şəkildə sürüşdürərək seçə bilərsiniz. Seçdikdən sonra biz bu işarəyə basırıq və mən hətta yenidən səhv edilməsi üçün yenidən bu işarəyə basıram və artıq burada səhv edildi. Hətta doğru həll yolunu belə şagirdə göstərir. Yəni çox hallarda göstərir. Bəzən isə ümumiyyətlə səhv etdiniz deyir və biz növbəti tapşırığa keçəndə, baxın, bu tapşırıq artıq yaşıl yanmadı. Yəni bu tapşırıq səhv edildiyi üçün artıq yaşıl yanmadı. Və daha sonra bu şəkildə tapşırıqların hər birini həll etdikdən sonra keçir növbəti onun həmin birinci mövzunun növbəti onun ulduzuna. Bu ulduzda verilənlər deməli bəzən dərsdə çatmır, bəzən onu evdə də tamamlaya bilərlər. Tapşırıqların çoxunu deməli telefonla da işləmək mümkündür, həmçinin kompüterlə. Deməli, misal üçün bu klaviaturada şagirdin yazı yazmasının sürətini artırmaq üçündür. Deməli, burada gördüklərini klaviaturada yazmağa çalışır və daha sonra səhv edəndə, misal üçün səhv edilsə, baxın belə bir qırmızı rənglə fərqləndirir və səhv edirsə davam edə bilmir öz işinə. Artıq davam eləyəcək doğru yazdıqdan sonra davam etə basıb növbəti sürətini artırmaq üçün və həm də şagirdlər bu hərflərin yerlərini tam olaraq öyrənə bilməsi üçün belə bir klaviatura məşqi qoyulur. Deməli, bunları da icra etdikdən sonra qeyd etdiyim kimi bəzən deməli, ulduzu dərsdə çatdıra bilmirlər, çatdırmadıqları təqdirdə bunları evdə məşq etsələr daha yaxşı olar. Kompüter olanlar kompüterdən, yoxdursa da telefon vasitəsilə tapşırıqları işləsinlər. Deməli, yəni yarımçıq qalan tapşırıqlar, təbii ki, bunlar dərsdə nəzərə tutulur işləmək üçün, amma bəzən görürsən, hər hansı bir neçə tapşırıq çatmasa, onları evdə davam edə bilirlər. Və bir şey qeyd edim, burada diqqət yetirsəz, bu şəkildə sürüşdürərək siz öz səhifənizdən artıq neçənci dərsdən summativ olacağını görə bilərsiniz. Misal üçün, mənim əgər dərsim, tutaq ki, ikinci və üçüncü, dördüncü dərs artıq açılıb işlənibsə, növbəti dərs beşinci dərs olacaqsa, onda növbəti ondan sonraki dərsdə artıq summativ gözlənilir və şagirdlər summativə hazırlıqlı gəlsinlər. Çünki biz ümumiyyətlə bir dərs öncədən şagirdlərə summativin olacağı ilə bağlı məlumat veririk. Lakin kiçik siniflərdə şagirdlər bəzən bunu unudurlar. Bunun üçün də siz o səhifədən izləyərək summativin nə zaman olacağını, hansı dərsdən sonra olacağını həmin səhifədə görə bilərsiniz. Yəni, bu açılan mövzular işlənməlidir və təbii ki, açılmayıbsa, deməli, həmin mövzu hələ keçirilməyib. Bu belə. Əlavə qeyd etdiyim kimi, yəni telefon dəstəkdən istifadə edəcəksiniz, məktəb dəstəyi istifadə olunmayacaq. Təbii ki, əlavə olaraq oxutdurmaq istəsəz, məktəb dəstəyindən də əlavə olaraq istifadə edə bilərlər. Və verdiyiniz bəzi suallardan biri də budur ki, iş dəftəri istifadə olunacaqmı? Xeyr, iş dəftərinə ehtiyac yoxdur. Ancaq bizim bütün tapşırıqlarımız alqoritm.az az saytı üzərindən yerinə yetiriləcək. Əgər hər hansı bir qaranlıq qalan sualınız olsa, videonun sonunda chat bölməsində, kommentariya bölməsində qeyd edin.